Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi Bakı məhkəmə kompleksində davam edir və növbəti baxış iclası keçirilir. Hazırki mərhələdə məhkəmə istintaqında iş üzrə keçən sübutlar araşdırılır, sənədlər tədqiq olunur, zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verirlər. Qeyd edək ki, sonuncu iclasda Ruben Vardanyan özünü seçdiyi vəkilindən imtina etmişdi. Bununla bağlı məhkəməyə vəsadət vermişdi. Məhkəmə də onun vəsadətini təmin etmişdi. Hansı ki, həmin vəkil həm istintaq dövründə, həm də məhkəmə prosesi dövründə Ruben Vardanyanı istəyinə uyğun olaraq özünü seçdiyi vəkil idi ki, hüquqlarını müdafiə edirdi. Ruben Vardanyan isə növbəti dəfə başqa bir vəkillə müqavilə imzalamadığını bildirmişdi. Bundan sonra məhkəmə qərar qəbul etmişdi. Ona dövlət hesabına yeni vəkilin, yeni müdafiəçinin təyin olunması ilə bağlı qərar qəbul etmişdi və həmin qərar da vəkillər kollegiyasına ünvanlanmışdı. Bundan sonra Ruben Vardanyana hüquqlarını müdafiə etmək üçün ona məhkəmədə yeni müdafiəçi təyin olunmuşdu. Qeyd edək ki, bu məhkəmə işində hazırki mərhələdə Ermənistan dövləti, onun vəzifəli şəxslərinin, silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı, Azərbaycana qarşı təcavüzkar müharibə aparmaqdan ötürü yaradılmış cinayətkar birliyə Ruben Vardanyan da qoşulduqdan sonra törədilmiş çoxsaylı cinayət əməlləri bu məhkəmə prosesində araşdırılır. İş üzrə olduqca çoxsaylı zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri keçirlər. Onların böyük bir hissəsi bundan əvvəlki iclaslarda məhkəmə prosesində ifadə veriblər. Bir hissəsi isə hazırki mərhələ prosesində ifadələri dinlənilir, ifadə verirlər və eyni zamanda onlar zərərçəkmiş qismində məhkəmə iclasında əyləşirlər. Ruben Vardanyan Azərbaycan və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittihamlar irəli sürülür. Açıq keçən məhkəmə iclasında media nümayəndələri də iştirak edir. Eyni zamanda Ruben Vardanyanın vəsadətlərini təqdim etməsi üçün onun özünü istəyinə uyğun olaraq rus dilində tərcüməçilər də iştirak edirlər. Açıq keçən məhkəmə iclası ilə bağlı bizim geniş reportajımız olacaq ki, orada da bütün xəbərlərin bugünkü iclasla bağlı bütün məlumatlar geniş şəkildə öz əksini tapacaq. Hələlik isə Bakı məhkəmə kompleksindən bu saata çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.